artıq bugün axşamdan etibarən bütün istər dövlət televiziyaları, istər ictimai televiziya, istər digər müstəqil televiziya adlandırılan televiziyalarda bizim haqqımızda süjet gedib və Nida Vətəndaş Hərəkatının imicini ləkələməyə yönəlik bu reportajlar yayınlanmışdır. Biz Nida Vətəndaş Hərəkatının idarə heyəti olaraq bütün kanallara, hansı ki o kadrları yayınlayıblar, onlara müraciət edirik ki, bir tərəfin mövqeyi bu hadisələr barədə cəmiyyətə çatdırılıb və bir vətəndaş hərəkət olaraq biz bütün telekanallara ilk növbədə isə ictimai televiziyaya müraciət edirik ki, bizim də mövqeyimizin cəmiyyətə çatdırılması, işıqlandırılması üçün bütün vasitələrdən istifadə etsinlər və bizə imkan yaratsınlar. Deməli, 7 mart 2013-cü il tarixdə Nida Vətəndaş Hərəkatının 3 üzvü Məhəmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlu Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində onların deməli Şahin evlərində Məhəmməd və Bəxtiyar şəhərdən tutularaq sonradan yaşadıkları evlərə aparılaraq bir əməliyyat keçirilmişdir və onların deməli yaşadıkları evlərdə Molotov kokteyli hazırlanması üçün preparatlar, butulka benzin, narkotik vasitələr və Şahin Novruzunun evindən 94 min manat məbləğində pul vəsaiti aşkarlanmışdır. Daha sonra Baş Prokurorluğun yaydığı məlumata görə keçirilən əməliyyatın nəticəsində əldə olunan məlumatlara görə bu Nida Vətəndaş Hərəkatının 3 üzvü öz aralarında danışaraq 10 mart əskər ölümlərinə son aksiyasında Azərbaycanda kütləvi ixtişaşlar yaratmaq, Misir senarisini həyata keçirmək kimi tədbirlər əl atmaq niyyətindəymişlər. Və bugün artıq 1 saat, 2 saat öncə Azərbaycanda fəaliyyət göstərən müxtəlif telekanallar vasitəsilə hər 3 şəxsin ifadələri elan olundu. Nida Vətəndaş Hərəkatının təşkilat olaraq insanları ixtişaşlara çağırmaq, kütlə arasında vahimə yaratmaq kimi və 10 mart aksiyasına provokasiyalar təşkil eləmək kimi fəaliyyətdə olacaqlarını açıqladılar. Və bununla bağlı təəssüf ki, Azərbaycanda elə bir rejim mövcuddur ki, biz müstəqil telekanallarımız yoxdur və ona görə də öz mövqeyimizi, baş verən bütün hadisələrlə bağlı mövqeyimizi bugün 7 nəfər idarə heyəti olaraq açıqlamaq qərarına gəldik. Ona görə də bugün mətbuat konfransı keçiririk və mən ilk öncə Nida Vətəndaş Hərəkatı haqqında, necə yaranması haqqında, ümumiyyətlə nə fəaliyyətlər göstərməsi, quruluşu barədə məlumat vermək istəyirəm. Nida Vətəndaş Hərəkatı 2011-ci ilin fevralında bir qrup gənc, fəal və bloger tərəfindən təsis edilmişdir. Hal-hazırki idarə heyətində təmsil olan 7 nəfərdən 3 nəfəri o təsisçilərin arasındadır. Mən, Rəşadət Axundov, Turqut Qəmbər və Üzeyir Məmmədli. Nida Vətəndaş Hərəkatı yarandığı gündən etibarən Azərbaycanda köklü demokratik dəyişikliklər və ədalətli cəmiyyət uğrunda vətəndaşların səfərbər edilməsinin qarşısına məqsəd qoymuşdur. Manifestimizdə də biz bunu açıq-aydın göstərmişik. Nida Vətəndaş Hərəkatı dinc demokratik mübarizə vasitəsilə ölkədə köklü siyasi demokratik dəyişikliklərə nail olmaq qarşısına məqsəd qoymuşdur və hal-hazırda təşkilatın 300-ə qədər, 300 ətrafında üzvü var, fəalı var. Rayonlarda təşkilatlarımız var, bir neçə rayonda və biz mövcud olduğumuz 2 il dövründə müxtəlif layihələr, aksiyalar, tədbirlər həyata keçirmişik və Nida Vətəndaş Hərəkatı qanunda nəzərdə tutulmayan, konstitusiyaya zidd olan heç bir fəaliyyətlə məşğul olmamış və hər zaman ilk gündən etibarən bəyan etdiyi formata, mübarizə metodlarına sadiq qalaraq mübarizəsini davam etmişdir. Biz idarə heyəti olaraq baş verən hadisələri gülünc ilə qarşılayırıq, yəni bu bir komediyadır. Azərbaycan hakimiyyətinin növbəti Azərbaycan xalqına təqdim elədiyi komediyadır və buna heç kim inanmır. 3
3 nəfər gənc bugün həbsdədir və onlardan biz artıq onun detallarını bilmirik, amma göründüyü qədər müxtəlif təzyiq metodları ilə idarə heyətinə və ümumiyyətlə Nida Vətəndaş Hərəkatına qarşı ifadə almağa çalışmışlar. Artıq işin gedişatında o bizə məlum olacaq ki, nələr baş verir. Və bir daha sonda öz mövqeyimi və Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü olaraq öz mövqeyimi çatdırıram ki, deyilənlər, baş verən hadisələr Nidanın fəaliyyət üsuluna, fəaliyyət metodlarının heç bir əlaqəsi yoxdur və bu Azərbaycan hakimiyyətinin Nida Vətəndaş Hərəkatını çöktürmək və şərləmə kampaniyasının tərkib hissəsidir. Mən Üzeyir Məmmədli, Nida Vətəndaş Hərəkatının idarə heyəti üzvü və Rəşad bəy də qeyd elədiyi kimi təsislərindən biriyəm. Nida Vətəndaş Hərəkatı 2 il bundan əvvəl 5-6 gənc tərəfindən təsis olunub. Bugün isə üzvlərimizin sayı 300 nəfərə qədər artıbdır. Nida Vətəndaş Hərəkatı bu ölkədə demokratik dəyişikliklərin olması üçün bir araya gəlmiş gənclərin birliyidir. Nida Vətəndaş Hərəkatının nizamnaməsinə görə Nida Vətəndaş Hərəkatı bu ölkədə demokratik hakimiyyətin, demokratik cəmiyyətin yaranması üçün dinc, qeyri-zoraki metodlardan istifadə edir. Bunun üçün bunu üzvlərin qəbulu zamanı bütün üzvlərə aşılanır ki, Nida Vətəndaş Hərəkatı bu ölkədə dəyişikliklər istəyir, müsbət dəyişikliklər istəyir. Amma bu məsələdə qəti mövqeyimiz odur ki, biz dinc, qeyri-zoraki metodlardan istifadə edirik. Bütün üzvlərimiz, Nida üzvləri bunu bilir və buna uyğun hərəkət edirlər. Ancaq bu yayılan 2 gündür davam edən bu qara PR kampaniyası uşaqlara, o 3 gəncə, onlar üçü də 18, 19, 20 yaşlı gənclərdir. Onlara müxtəlif təzyiqlər vasitəsilə Nida Vətəndaş Hərəkatı idarə heyətinə qarşı ifadələr alınması bu tamamilə bir qondarma bir əməliyyatdır. Bu Respublikanın MTN, Baş Prokurorluq kimi ciddi qurumları 3 nəfər az yaşlının, yəni az yaşlı dedikdə yetkinlik yaşına çatıb, ancaq onlar üçü də tələbədirlər. Onlardan bu şəkildə 300 nəfərdən ibarət demokratik dəyərlər uğrunda birləşmiş hərəkat qarşı kampaniya hazırlanması çox gülüncdür. Yəni o boyda qurumlar məşğul olduğu iş çox gülməlidir və biz bunu kəskin şəkildə qınayırıq. Bundan sonra da Nida Vətəndaş Hərəkatı qeyri-zoraki dinc mübarizəsinə davam eləyəcək. Mən burada özüm adından və idarə heyəti adından bu sözü verirəm və bu qara PR kampaniyasının bizim fəaliyyətimizə heç bir mənfi təsiri olmayacaq. Nida qeyri-zoraki dinc demokratik dəyərlər uğrunda mübarizəsini davam etdirəcək. Mən Ziya Bayramov, Nida Vətəndaş Hərəkatının idarə heyəti üzvü və ideoloji koordinatoruyam. Mən bunu bildirmək istəyirəm ki, bizim təşkilatın manifestində də öz əksini tapan bizim ideolojik proqramımız. Burada qətiyyən biz zoraki metodların heç birini təbliğ eləmirik. Əksinə, bizim metodlarımız dinc və qeyri-zoraki yollarla olandır. Bizim məqsədimiz Azərbaycanda demokratik dəyişikliklərə nail olmaqdır və bu təşkilatın da qurulma səbəbi budur. Biz inanırıq ki, bizim haqqımızda bir neçə gündür gedən bu qara PR kampaniyası bizim təşkilatımızın fəaliyyətinə heç bir zərər verməyəcək və inanırıq ki, Azərbaycanda insanlar Nidanın əslində fəaliyyətinin və məqsədinin nə olduğunu daha gözəl şəkildə anlaya biləcəklər. Burada bizim açıqlamamızdan sonra mən Nida Vətəndaş Hərəkatının idarə heyəti üzvü Turqut Qəmbər, həm də hərəkatı təsis edənlərdən biri. Mən Nidanın indiyə qədər həyata keçirdikləri layihələr barədə danışmaq istəyirəm. Azərbaycanda siyasi məhbusların olması, Azərbaycanda mülkiyyət hüquqlarının pozulması, Azərbaycanda ümumən insan hüquqlarının bərbad vəziyyətdə olması barədə müxtəlif dinc və qeyri-zoraki metodlarla, müxtəlif aksiyalarla bu məsələləri çatdırmışıq. Bu sıradan danışmaq istədiyim ikinci layihə korrupsiyasız təhsil layihəsidir. Bu layihəni biz digər müttəfiq təşkilatlarla birgə həyata keçiririk. Bu layihənin əsas məqsədi Azərbaycan universitetlərində baş verən korrupsiya hallarının aşkarlanması və bu korrupsiya hallarından əziyyət çəkən tələbələrə yardım etməkdir. Və sonda da digər mənim həmkarlarım bildirdiyi kimi idarə heyəti adından bildirmək istəyirəm ki,
hakimiyyətin nida vətəndaş hərəkatına qarşı yönəlmiş bu hücumları heç bir nəticəyə gətirməyəcək. Nida vətəndaş hərəkatı indiyə qədər necə başlandığından bəri artım üzrə hərəkət etdiyi kimi bundan sonra da artacaq və biz öz qeyri-zoraki və dinc mübarizəmizin, demokratik dəyişikliklər məqsəd daşıyan mübarizəmizin sonunda qələbə ilə nəticələnəcəyinə əminik. Aygün Pəncəliyeva, Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü. 2013-cü il 12 yanvarda əskər ölümlərinə son aksiyası keçirilmişdi. Nida Vətəndaş Hərəkatı yenə də aksiyada fəal iştirak eləmişdi. Həmin aksiyada dinc şəraitdə başa çatmışdı. Və 2013-cü ilin 26 yanvar aksiyasında 26 yanvarda İsmayılıda baş verən hadisələrlə əlaqədar olaraq aksiya keçmişdi. Həmin aksiyada Nida Vətəndaş Hərəkatı olaraq fəal iştirak eləmişik. Aksiyanın tələbi İsmayılıda həbs olunanlara qarşı təzyiqlərə son qoyulması və onlara dəstək idi və biz də bu məqsədlərlə aksiyada iştirak eləmişik və sabah mart ayının 10-da keçirilən aksiyada yenə də Nida Vətəndaş Hərəkatı olaraq biz yaxından fəal iştirak eləyəcəyik, maksimum üzvlə iştirak eləyəcəyik. Aksiyanın tələbi əskər ölümlərinə sondur. Gördüyümüz kimi hər gün əskər ölür və bizim də istəyimiz atəşkəs dövründə müharibə olmayan bir ölkədə qeyri döyüş şəraitində əskər ölümlərinin olmamasıdır. Bu məqsədlə biz sabah aksiyaya qoşulacaq. Aksiya dinci aksiyadır və heç bir zoraki metodlardan istifadə olunmayacaq. 2013-cü il 10 mart tarixində əskər ölümlərinə son aksiyası keçiriləcək Fəvvarilər meydanında. Nida Vətəndaş Hərəkatının fəalları bu aksiyada iştirak edəcəklər. Amma Nida Vətəndaş Hərəkatı bu aksiyanın təşkilatçısı deyil. Bu aksiya Facebookda təşkilatlanmış fəal gənclərin qurduğu bir event nəticəsində yaranan aksiyadır. Biz Nida Vətəndaş Hərəkatı və digər 4 təşkilat olaraq Azad Gənclik, AXCP Gənclər Təşkilatı, Musavat Gənclər Təşkilatı və VP Gənclər Təşkilatı Bakı Şəhər İcra Hakimiyyətinə dinc və razılaşdırılmış aksiya keçirilməsi məqsədi ilə keçən həftədən müraciət eləmişdik və aksiyanın keçirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinə 2 yer təklif eləmişdik. Bu yerlər deməli, Yasamal rayon ərazisində yerləşən Məhsul Stadionu və Qara Qarayev metrosunun yaxınlığında yerləşən Təbriz Kinoteatrının qarşısı olmuşdur. Ancaq bugünə qədər, yəni bugün artıq 6-cı gündür, bugünə qədər bizə razılaşdırılmış aksiya ilə bağlı heç bir məlumat verilmədi. Amma sabah Fəvvarilər meydanında keçiriləcək aksiya, Nida Vətəndaş Hərəkatı orada hər hansı bir formada təşkilatçı deyil, amma üzvlərimiz əskər ölümlərinə son tələbini gənclərini dəstəkləyir və fəallıqla bu aksiyada iştirak edəcəklər. Mən Kənan Qasımlı Nida Vətəndaş Hərəkatı İdarə Heyəti üzvüyəm. Nida Vətəndaş Hərəkatı təsis edildikdən bir neçə ay sonra bu hərəkata qoşulmuşam. Biz virtual yolla təbliğatda YouTube kanalından da istifadə edirik. Bizim YouTube'da Nida'nın kanalı var. Bu videolar yayımlanırdı burada. Bu videolarda insan haqları ilə bağlı, insan haqlarına olan təhqirlərlə bağlı, bunlara qarşı mübarizələrlə bağlı müxtəlif məzmunlu videolar yayımlanırdı. Sonra bizim həmçinin Nida'nın saytı var. Bu saytda müxtəlif informasiyalar verilirdi ölkədəki, cəmiyyətdəki vəziyyətlə bağlı. Müxtəlif həmçinin yazılar, tərcümələr verilir xarici dillərdən. Maarifləndirici həmçinin yazılar olur. İnsan haqları ilə bağlı yazılar olurdu. Bizim Twitter akkauntumuzda da müxtəlif məzmunlu yazılar paylaşılırdı insan haqları ilə bağlı. Facebookda da həmçinin. Sonra bizim stiker vasitəsilə də təbliğat aparırdıq. Stikerlərdə də Azərbaycandakı müxtəlif haqların pozulmasının, demokratik vəziyyətinin acınacaqlı vəziyyəti ilə bağlı şüarlar yayımlayırdıq. Biz jurnal vasitəsilə də təbliğat aparırdıq. Jurnallarda da insan haqları ilə bağlı vəziyyət, demokratik vəziyyətlə bağlı yazılar, pozulmalarla bağlı yazılar, müxtəlif xarici dillərdən tərcümələr, müxtəlif maarifləndirici yazılar yayımlayırdıq. Müxtəlif blogerlərin yazıları verilirdi. Bu axşam televiziyalarda gedən qara PR-dan sonra biz qərara gəldik ki, burada mətbuat konfransı keçirək, briefing keçirək və məndən əvvəl danışan bütün həmkarlarımla, yoldaşlarımla razıyam dediklərindən.
Mən Həsənov Rəşad, Nida Vətəndaş Hərəkatının idarə heyətinin üzvü 2012-ci il may ayında qoşulmuşam. Mən bu hərəkata qoşularkən bu hərəkatın çox cəsarətli üzvləri olduğu üçün qoşulmuşam. Bu hərəkatda tanınmış simalar var. Bəstəkardan yazıcıya qədər, köşə yazarından aktyora qədər cürəbəcürə peşə sahiblərinin olan fəallar var. Və məni bu hərəkata bu insanların profili cəlb elədi. Gəldikdən sonra idarə heyətinə seçilmişəm bir neçə ay sonra. İdarə heyətinə seçildikdən sonra da hər zaman dostlarımız kimi mən də qeyri-zoraki mübarizə metodlarının təbliğ olması ilə məşğul olmuşam. Bu həbslər zamanı biz bir şeyin şahid olmuşuq ki, bu üç gənc yaşları azdır, tələbədirlər və bunlara evlərində tapılan materiallar hamısı hüquq mühafizə orqanları tərəfindən qoyulub. Bunları ailələr də təsdiqləyir. Düzdür, Məhəmmədin ailəsi olmadığı üçün, yanında heç kim olmayıb evdə axtarış olsun. Digər, istər Şahində olsun, istər Bəxtiyarda olsun, onlar təsdiqləyir ailəsi. Pulla bağlı da atası açıqlama vermişdi Şahinin ki, o pul ona aiddir. Bəli, bir yoldaşı tərəfindən ona verilmişdi, biznes məqsədi ilə istifadə eləsin deyə. Bunlar işin bir tərəfi. İkinci tərəfi, açıqlamalarda deyilir ki, Nida Vətəndaş Hərəkatı 10 Mart aksiyasında güya biz təxribat eləyəcəkdik, güya orada molotov kokteyllərədir. Baxın, bunlar gülüzdür. Bu insanları, Vətəndaş Hərəkatı, bizim hərəkatın bütün üzvləri tanınır. Biz şəffaf hərəkatıq. Heç bir gizli fəaliyyətimiz yoxdur, olmayıb, olmayacaq da. Bugünə kimi nə cür mübarizə aparmışıqsa, bundan sonra da elə davam eləyəcəyik. Bizi susturmaq istəyirlər ki, güya biz zoraki yollara əl atacaqdıq. Baxın, 10 Mart aksiyasından əvvəl 12 yanvar aksiyası olub. 12 yanvar aksiyası son illərin ən uğurlu aksiyasıdır. Bu cür davam edən, yüksələn bir xətlə davam edən dövrdə bizim başımıza hava gəlib ki, biz götürək nəyisə bir zorakılığa əl ataq, yoxsa neyniyək? Biz heç bir zoraki yola əl atmamışıq, atmırıq, atmayacaq da. Və buradan bir daha bildiririk ki, hökumət bu təzyiqlərə son versin, o gənclərə olunan işgəncələr hüquq mühafizə orqanları tərəfindən, yəni məhkəmələr tərəfindən araşdırılsın, prokuratura tərəfindən araşdırılsın, bizə həbs eləyəcəklər, eləsinlər. Gücləri ona çatır da. Narkotik vasitələrdən qoyulub. Bu insanlar narkotik istifadəçisi deyirlər. Qanlarına heç bir narkotik vasitə çıxmıyor. Küllü miqdarda özü narkotik güya tapıblar. Bu hüquq mühafizə orqanlarının, xüsusilə də MT-nin bilinən şeydir onsuz da. Kimi ciddi şəkildə cinayət açmaq istəyirlərsə fəallardan ya cibinə atırdılar, ya evinə qoyurlar, narkotiki çıxarırlar. Bu da növbətçidir. Bizim üzvlərimizə, o üç üzvümüzə daxil. Bəli, biz onlar haqqında narahatıq. Digər üzvlərimiz haqqında narahatıq, idarə heyəti haqqında narahatıq. Narahatçılıq təbiidir. Bizə görə digər dostlarımız, fəallar, siyasi fəallar, ictimai fəallar narahatdılar. Əl çəkin bu metodlardan. Biz uşaq bağçası deyilik ki, narkotik vasitələrlə, narkomanlarla nə isə iş görə bilək. Bu gənclər də nə narkomandır, nə də narkotik vasitəsinin satışı və istifadəsinə məşğuldurlar. Demək, biz hadisə barədə 7 Mart axşamı xəbər aldıq. İlkin olaraq hadisə ilk Şahin Novruzluğun saxlanması, həbs olunması barədə xəbər aldıq və dərhal Şahin Novruzluğun yaşadığı yerə getdik və onun atası ilə görüşdük. Onun atası bizə dedi ki, evdə axşam saatlarında 8-9 radələrində olub bu hadisə. Birdən-birə mülki geyimli formada bir neçə şəxs qapımızı döydü və içəri daxil oldu. Onlar evə daxil olduqdan biraz sonra evi benzin yiyib yürüdü dedi. Onun dediklərindən. Və ondan sonra evi ələk-vələk elədilər və gözümüzün qabağında, demək olar ki, gözümüzün qabağında sadəcə bir məsələ var ki, onlar çox ona yaxın mülki geyimli şəxs olub, evdə də bütün o mülki geyimlərə nəzarət etmək imkanı olmayıb və onlar demək olar ki, evdə yaşayanların gözləri qabağında narkotik vasitələri, eləcə də həmin molotov kokteyli adlanan benzin dolu şüşələri, şüşə qabları ora yerləşdiriblər. Yəni, ata bunları həmin Şahin Novruzluğun evində baş verən axtarış zamanı bütün bunlar video görüntüyə alınıb və ata həmin vasitələrin, o narkotik vasitələrin və
şüşə qabların onun evində əvvəllər olmadığını həmin videoda bildirib. Ancaq bu hakimiyyətə sərf eləmədiyi üçün həmin video görüntülər ASTV-də və digər telekanallarda yayımlanmır. Onlar ancaq özlərinə sərf eləyən hissəsini yayımlayırlar. Bundan başqa həmin evdə tapılan pul ev sahibi ata İbrahim Novruzlunun özünə məxsus olub. Həmin bir tanışının bugün mətbuata özü açıqlama verib. Həmin axşam bizə də bunu bildirmişdi. Həmin onun atası kontur kartları, telefonlar üçün kontur kartlarının satışı ilə məşğuldur və bunun bir tanışı buna pul verib ki, sən müəyyən müddətdə pulu istifadə elə və o həmin pulun ümumi miqdarı 110.000 manat olub. Həmin pulun 16.000 hissəsi kontur kartlarında olub, Baksel, Simsim və Nar kartlar olub. Onlar da Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən müsadirə olunubdur. Ancaq açıqlamalarda onlar barədə heç bir məlumat yoxdur. Halbuki onlar da müsadirə olunub. Bundan başqa o 94.000-dən başqa $700 pul da götürülüb. $750 pul da götürülüb oradan. Onun barədə də heç bir açıqlama yoxdur. Görünür hakimiyyət öz həmişə olduğu kimi həmin pulları ya yuxarı səviyyədə və ya aşağı səviyyədə mənimsəyiblər. Bundan başqa biz Bəxtiyar Quliyevin ailəsində də 8 mart sabahı mən olmuşam digər bir hərəkat üzvü ilə birlikdə. Həmin evdə 7 mart axşamı saat 8-dən sonra Bəxtiyar ondan biraz əvvəl evi tərk eləmiş, şəhər mərkəzinə doğru gedirmiş və Bəxtiyarı 8-dən biraz sonra evə gətiriblər. 10 nəfər mülki geyimli şəxs zoraki metodla içəri daxil olub, heç bir sənəd təqdim eləməyib və sadəcə qeyd eləyiblər ki, MTN əməkdaşıdır. Bəxtiyarın yaşadığı otaq öz ayrıca otaqda yaşayır. Bəxtiyarın yaşadığı otaq bir neçə dəfə axtarılıb. İlk axtarış zamanı heç nə tapılmayıb. Növbəti axtarışda Bəxtiyarın anası Səadət xanım qeyd elədi ki, növbəti axtarışda kağıza bükülü bir şey gətirdilər. Soruşanda ki, biz nədir? Dedilər, şokoladlı gülə-gülə istehza elədilər bizə. Daha sonra həyətdə, qapı girişində onların həyəti 3-4 metrlik bir həyəti var. Qapının girişində elə korobka qutuda 18 şüşə tapılıb. O elə bir yerdən tapılıb ki, həyətdə, yəni qapını açanda birbaşa onu görürsən, yəni benzinin də özünüz bildiyiniz benzin dolu şüşələr olub. Benzinin iyi də insanlar yəni bunu hiss eləyirlər. İstər-istəməz. Və ana və ata və digər ailə üzvləri bizə bunun heç birinin onlara ailəsində olmadığını bildiriblər. Məhəmməd Əzizova gəldikdə isə Məhəmməd Əzizov yəni 2-3 gün bundan əvvəl kirayə tutduğu mənzildə olub. Yəni orada baş verənlər haqqında Məhəmmədlə nə cür davranılması, evdə necə axtarış aparılması barədə bizdə dəqiq məlumat yoxdur. Hər iki ailədə bu dəqiqə, yəni biz bu gün də dünən də əlaqə saxlanmışıq. Yəni çox pis vəziyyətdədirlər və onların yaşayış şəraitlərinə ümumiyyətlə baxsaq, həmin o küllü miqdarda, yəni 18-19 yaşlı gənclərdə küllü miqdarda narkotik vasitənin olması, yəni çox bir gülüncdür. Bizim Milli Təhlükəsizlik Nazirliyimiz Facebooka nəzarət eləyə bilir. Yəni orada yazışmalar varsa, bunu sübut kimi ortaya çıxartsınlar. Göstərsinlər ki, var. İndi bizdən varlığı, yoxluğu barədə biz onu bilə bilmərik. Onlar şəxsi mesajlaşmada nə yazışıblar, onu bilmirik. Kimlə yazışıblar? Orada deyir ki, 4-cü bir şəxslə. Baxın, bu 3 nəfəri bildiniz kimdir? 4-cü şəxsi nə var tapmağa? Yəni bu ölkədə madəm varsa belə bir şey, 4-cü şəxsi də çıxardın orada. Hal-hazırda o 3 şəxsin və yaxud deyildiyi kimi naməlum 4-cü şəxsin arasında gedən yazışmalardan xəbərimiz yoxdur. Yəni Milli Təhlükəsizlik Naziri bizim artıq bildiyimizə görə, yəni müxtəlif onun işarələri var ki, onların hal-hazırda profillərini nəzarət edirlər. Ola bilsin ki, o nəzarət vasitəsində hansısa yazışma bilmirik, yəni bu detalları bilmirik, amma bir şeydən əminik, 7 nəfər idarə heyəti üzrdən bildiririk ki, biz bir şeydən əminik ki, o ASTV-də, İctimai TV-də, digər kanallarda göstərildiyi kimi, hər hansı bir şəkildə idarə heyəti üzvlərinin nə yazılı formadan, nə şifahi formadan, nə telefon vasitəsilə, SMS vasitəsilə bu adamlara Molotov kokteylinin hazırlanması, narkotik vasitələrin istifadəsi, satışı və yaxud digər o pul vəsaitlərinə bağlı hər hansı bir yazışma, sübut yoxdur. Yəni, belə bir şey baş vermədiyi üçün yoxdur. Biz bunu idarə heyəti üzvlərindən, yəni orqanlarda göstərsinlər ki, idarə heyəti üzvləri
belə bir hərəkətdə iştirak ediblər. Biz yəni onda bütün cəmiyyətə açıqlasınlar. Amma biz özümüzdən əminik və tam qarantiya veririk ki, idarə heyəti üzvləri tərəfindən onlara hər hansı bir şəkildə bu vasitələrdən nə Facebook, nə Twitter, nə e-mail, SMS, telefon vasitəsilə orada qara PR-da göstərildi kimi hər hansı bir göstəriş verilməyib. Nə imkanları? Ümumiyyətlə heç kimə, yəni uşaqlar çünki üçü də qorxmuş halda ifadə verirdilər. O Mehdiyev müqavilə bağlayıb, artıq Əsəbəli Mustafayev də bu işlə məşğul olacağını deyib. Və bu gün yəni, biz bu saatlara qədər bildiyimizə qədər vəkillər onlarla görüşməyiblər. Məhəmməd Əzizov, Bəxtiyar Quliyev və Şahin Novruzlu Milli Təhlükəsizlik Nazirliyi tərəfindən evlərindən götürüləndən sonra bizim onların harda olması barədə heç bir məlumatımız olmayıb. Bizim ilkin məlumatımız ancaq ailələrdən aldığımız məlumatlardır ki, necə oldu, necə gətirilib apardılar. Məhəmməddə isə ümumiyyətlə necə götürüldüyünü adi bir Facebook istifadəçisi, adi bir vətəndaşın gördüklərini Facebooka yazmışdı və oradan məlumat almışıq. Daha sonra dünən axşam rəsmi açıqlama yayıldı. 24 saat sonra belə deyək, açıqlama yayıldı, rəsmi açıqlama. Onunla kimi heç bir məlumat ala bilməmişik. Bu müddətdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə hər üç şəxslə bağlı məlumat verilib. Onların yox olması, mülki geyilmiş şəxslər tərəfindən oğurlanması belə deyək bildirilib və ancaq bizə heç bir bununla bağlı məlumat verilməyib. Bugün Məhəmməd Əzizovun atası Azərbaycan Respublikası Baş Prokurorluğunda, Baş Prokurorluğun İstintaq İdarəsində olub, ancaq onu nə dinləyiblər, ümumiyyətlə Baş Prokurorluqda və ya İstintaq İdarəsində qeyd ediblər ki, get qaynar xəttə müraciət elə, qaynar xəttə isə onunla kobud danışıblar ki, sən bura niyə zəng eləmsən, ümumiyyətlə, bura şikayətlər üçündür. Təzədən gəlib yenə Baş Prokurorluğa müraciət edikdə yenə cavab verməyib. Daha sonra Rəşad bəyin qeyd elədiyi kimi Fəxrəddin Mehdiyev vəkillə birlikdə gedib, yenə də heç bir məlumat verilməyib. Yəni, bizim aldığımız məlumat ancaq rəsmi şəkildə dövlət orqanlarından aldığımız məlumat dünən axşam yayılan mətbuata ötürülmüş Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun açıqladığı məlumat və televiziyalarda göstərilən süjetlərdəndir. Əməliyyat yəni artıq 7 mart tarixinin qeyd etdiyimiz kimi həyata keçirilib. Bugünə qədər o saxlanılan 3 nəfərdən başqa bu əməliyyatla bağlı Nida Vətəndaş Hərəkatının heç bir üzvünə hüquq mühafizə orqanlarından hər hansı bir müraciət daxil olmayıb. Yəni onların saxlanması, ümumiyyətlə istintaqa cəlb olması barədə bizdə bir məlumat yoxdur. Nida Vətəndaş Hərəkatının 7 üzvünün də, yəni burada mətbuat konferansında iştirak edən 7 üzvünün də, həmçinin digər bütün 300-ə qədər üzvümüzün də yaşadıkları ünvanlar, oxuduqları məktəb, işlədiyi yerlər hamıya məlumdur, yəni bizim gizli bir şeyimiz yoxdur. Biz heç ara qasıb gizlənmirik. İstintaq orqanları nə vaxt istəsə Nida Vətəndaş Hərəkatının üzvlərini bu barədə istintaqa cəlb eləyə bilər və biz bu istintaqda könüllü şəkildə iştirak edəcəyik. Çünki biz tam əminik ki, Nida Vətəndaş Hərəkatı olaraq biz hər hansı bir qeyri-qanuni və zoraki ixtişaşlarda və digər aktlar içərisində olmamışıq və alnımız açıqdır və tam bu prosesdə qalib gələcəyimizə əminik. Eləmədiyimiz şeyləri və burada demədiyimiz şeyləri sabah bizə də təzyiq edib, işgəncə verib, didilsələr, televiziyada versələr, nə bilim, neynəsələr, şəxsən mən və digərlərinə də sual verəcəm. Mən deyirəm ki, inanmayın. Mən burada dediklərimdən əlavə qeyri bir şey desəm, ona inanmayın. Mən burada dediklərim həqiqətdir. Digər dostlarımdan soruşurum. Məsələn, Ziya Bayramov, sizdən soruşsalar, inansınlar mı burada dediklərimizdən fərqli bir şeydir? Yəni, təzyiq altında ola biləcək şeyləri? Xeyr, inanmasınlar. Mən orada indiki situasiyanı dansam belə, xeyr, inanmasınlar. Həqiqət varsa biz burada deyirik. Turqut Qəmbər, siz? Eynən Ziya bəy kimi biz burada bütün həqiqətləri çatdırdıq. Nidanın fəaliyyəti ilə bağlı, Nidanın işi ilə bağlı. Bizim heç bir qeyri-qanuni hərəkətimiz olmuyor və bundan sonra da olmayacaq və bütün həqiqətləri biz burada söylüyoruz. Şəhət bəy? Mən də təsdiq edirəm ki, fəaliyyətimizlə və baş verən hadisələrlə bağlı burada dediklərim tam həqiqətdir və əsl mövqeyim buradakı dediklərindən ibarətdir. Mən Agim Pəncəliyev olaraq
iddia edirəm, bildirirəm ki, əgər burada dillərlə, uşaqların və mənim şəxsən dediklərimlə əlavə nəsə eşitsəz, inanmayın. Mövqeyimiz buradadır, qeyri-qanuni heç bir iş görmürük və belə də davam edəcək. Mən də Üzeyir Məmmədli həmkarlarım, həm də dostlarımı qatırıram. Yəni, burada biz bugün Nidanın fəaliyyəti barədə, özümüz barədə, 2 ildir keçdiyimiz yol barədə, bundan sonra gedəcəyimiz yol barədə ətraflı danışdıq və bundan sonra da bizim fikrimiz bu istiqamətdədir. Buradan başqa bizi hər hansı bir formada işgəncə eləsələr, təzyiq eləsələr, yəni insan heç nəyə cavabdeh deyil. Hər şey ola bilər. Amma burada dediklərindən fərqli nələrsə deyilsə, onda mən o Üzeyir Məmmədli deyil, yəni o başqa bir şeydir. Bildirirəm ki, biz bilə bilmədik işgəncəyə nə qədər dözə biləcəyik, nələr bizə dedirtdirə bilərlər, amma düz olan hər şey burada deyildi. Tutulan 3 gəncdən Məhəmməd Əzizov bir neçə ay bundan əvvəl qoşulub, ondan biraz sonra Bəxtiyar Quliyev qoşulub bizə, amma Şahin Novruzlu konkret olaraq 18 fevralda qoşulub və onun Nidada demək olar ki, heç bir fəaliyyət olmayıb, çünki çox qısa müddətdir qoşulub və yəni, ondan sonra da çox Nidanın ciddi bir təşkil etdiyi tədbir, aksiya, başqa bir şeylər olmadığı üçün onun Nidada üzvlüyü ancaq adının üzvlər siyasında getməsindən ibarət olub bu müddətdə. Amma Məxtiyar və Məhəmməd bir neçə aydır bizim üzvlərimizdir. Yəni, bu şəxslərin tutulmasına səbəb bu ki, bunlar 10 mart barədə, yəni Facebookda, digər sosial şəbəkələrdə çox fəal çıxış ediblər. Yəni, bu təxribat həm Nidaya, həm də 10 marta qarşı yönəldiyi üçün bu məsələ normaldır. Həm də biz buradan ilk dəfə bir açıqlama eləmək istəyirik. Məhəmməd Əzizov və Bəxtiyar Quliyev Azərbaycan Facebook sosial şəbəkəsində ən məşhur səhifələrdən biri olan və ən cəsarətli çıxışları ilə tanınan Heydər Əliyev adına səhifənin yaradıcıları və adminləridir və bu həbslərin, bu qondarma ittihamların səbəblərindən biri də bu məsələ ola bilər. Çünki intiqam almaq hissi, bu hakimiyyət əvvəllər də bu formada intiqamlar alıbdır. Yəni, bu məsələ də ola bilər. Heydər Əliyev adına səhifə bir neçə aydır fəaliyyət göstərir və çox, yəni Azərbaycan Facebook məkanında ən sərt tənqidləri ilə, karikaturaları ilə tanınan bir səhifədir və çox sevilən bir səhifədir. Və buna görə intiqam üçün də bu addım atıla bilər. Konkret Bəxtiyar Quliyev və Məhəmməd Əzizova qarşı. Yəni, bütün hamıdan xahiş edir, yəni bu demək olar ki, azad sözə, informasiyaya qarşı da bir təzyiq formasıdır.